ixtisasın adıyla ilə ilk yeni ixtisasımızla da sizi tanış edəcəyim. Dərsə mane olmadan bir illik geyim üzrə dizayner ixtisasında təhsil alan tələbələrin hal-hazırda əl işlərini sizlərlə birlikdə izləyəcəyik. Özelliği nədən ibarətdir ümumiyyətlə? Yaşıl dünya naminə selofan paketlərdən istifadəni azaltmaq üçün eko-çantalardan istifadə edilir. Peşə liseyində oxumağın məqsədi daha yaxşı fəaliyyət göstərmək və dizayn üzrə daha mükəmməl olmaq. Peşə liseyinin özəllikləri də bundan ibarətdir. Peşədə təhsil alan tələbələr öz dizaynını yaratmaq, əmək bazarına çıxmaq qabiliyyətinə malik olurlar. Bəs burada təhsil verən müəllimlər hansı şagirdlərin özəlliklərini ixtira edə bilir, nələri kəşf edə bilir? Bunu isə bu ixtisas üzrə müəllimə Nərgiz müəllimdən soruşacaq. Mən Baxşızadə Nərgiz, geyim üzrə dizayner qrupunun istehsalat təlim ustasıyam və bu bizim regionda bu ixtisas çox maraqla qarşılanır. Tələbələrimiz tərəfindən də çox maraqla, böyük həvəslə qarşılanır. Mən düşünürəm ki, bizim regionda bu ixtisas çox böyük marağa səbəb olacaq və təhsil iri başlayandan artıq bizim bir neçə maraqlı işlərimiz olub və biz ekofestivalda da öz işlərimizlə iştirak eləmişik və böyük uğurlar qazanmışıq. Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində bölgələrdən, hətta paytaxtdan belə tələbələr təhsil almaq üçün müraciət edirlər. Bu günləri təhsil alan tələbələrin əksəriyyəti peşəni seçim etməkdə ən böyük arzularıdır. Biz də bu arzuları reallaşdıraraq onlar üçün maraqlı sinif otaqları, ən gözəl əl işlərini təqdim etdik. Bu rubrikamızın sonunda isə sual vermək istəyirəm.